mərkəz tərəfdə salonlar var idi. Biraz da çəkinirdim, biraz da utancaqlıq var idi. Üzümə belə maska taxırdım, onları yığırdım bir paketə, salonlara təklif eləyirdim ki, məndə filan aksesuarlar var, bəs istəyərsinizmi? Məsəl üçün onları satırdım, birini 3 manata, 4 manata yığırdım, evə nəsə eləyirdim, yəni özümdə bir köməklik eləyirdim ailəm üçün. Ürəyinizdə nə arzunuz, nə niyyətiniz varsa, əgər Allah onu sizin ürəyinizə salıbsa, bilin ki, o yerinə yetəcək. Çünki Allah insanın ürəyinə heç nəyi elə belədən salmaz. Mən Abbaszadə Aysel Elşad qızı, 31.05.95 təvəllüdlüyəm. İlk öncə onu vurğulayım ki, təşəkkür edirəm bizə vaxt ayırdığınız üçün və sizə də layihənizdə uğurlar arzulayıram. Keçək mənə. Bakı Slavyan Universitetinin Rus dili fakültəsini bitirmişəm. 2013-2017-ci illər təşkil eləyir və universiteti bitirəndən sonra artıq müəlliməlik ixtisasına yiyələnmişdim və özümü təsdiqləməli idim. Mən həkim ailəsində dünyaya göz açmışam. Atam, anam, hər kəs bizdə həkimdir və bildirdilər ki, işə düzəldək, iş tapaq falan filan və o etap mənim heç sevmədiyim bir şeydir ki, kimsə mənim üçün iş tapsın və mən gedim hazıra nazir oturum o işi işləyim. Yalandan evdə bildirdim ki, bəs mən kurslarda işə başlayıram müəllimə kimi, amma heç bir kurs falan yox idi ortada. Atam, anam dedi ki, nə gözəl, xeyirli olsun və düşdüm çətin bir vəziyyətə. Universiteti bitirmişəm, artıq 2 həftədir. Düşünürəm ki, kim məni işə götürər, hamı ixtisaslı illərini vermiş müəllimələrə adətən işə götürür. Dedim, bir yoxlayım. Gecə ilə bir CV düzəltdim və onu yolladım 12 kursa. Bakıda yerləşən 12 kursa göndərdim CV-mi və səhər gözümü açdım, gördüm ki, tanımadığım, bilmədiyim nömrələrdən mənə zənglər gəlib. Və yığdım, o dedi filan kursanıq, bu dedi filan kursanıq və elə oldu ki, həmin günü 4 kursa işə düzəlmiş oldum. Və getdim, görüşdüm, danışdıq, hər bir şey detaylı və bir gündə 4 kursdan təsdiq aldım və evə gəldim, bir daha əminliklə dedim ki, mən kurslarda işləyirəm və bir ayım 12 manata maaşla işə düzəlmişdim. Təbii ki, atam onda yol xərcini falan qarşılayırdı və atamın verdiyi yol xərci mənim aldığım maaşdan qat-qat yüksək idi. Amma mən 12 manatın bərəkətini, ruzisini o qədər sevirdim ki, çox bərəkətli idi. Yəni, o pul xərclə bitmirdi. Daha sonra mən az yaşlılarla işləyirdim və gördüm ki, mənim üçün biraz çətindir. Həm də buradan müəllimlərimin də əllərindən öpürəm. Müəllimlik şərəfli peşədir, amma mən özümü orada görmədim, təəssüf olsun ki. Və elə alandı ki, müəyyən işlərə düzəlmək fikrinə düşdüm. Şirkətlərə CV-mi falan göndərdim və hansı şirkətə zəng eləyirdimsə, təbii ki, təcrübə soruşurdu məndən. Məndə də o yox idi. Və elə alandı ki, bir xarici şirkət var idi. Təsadüfən CV-mi göndərdim ora. CV-mi ora göndərəndə mənə sual verdilər ki, bəs Word, Excel, Office proqramları falan şeyləri bilirsən. Biraz orada yalan danışmış ola bilərəm. Bildirdim ki, bəli bilirəm, amma heç nə bilmirdim. Çünki universiteti təzə bitirmişəm. Dedilər ki, tamam, o zaman sabah falan vaxtı gələrsiniz iş görüşməsinə. Gəldim, evdə dedim. Atam da biraz çərçivəni sevən insandır, belə deyək. Elə alındı ki, mən atama dedim, atam dedi ki, yox, xarici şirkət olmaz, tanımırıq, bilmirik, dayından gedərsən görüşməyə. Mən də biraz çəkinirəm ki, dayıyla iş görüşməsinə gedəcəm falan filan, amma getdik. Görüşdük, orada bir xarici Azərbaycan, İran Azərbaycanlılarından ibarət belə də işçi heyəti idi. Rəhbərlik də Təbriz vətəndaşı idi, Təbrizli idi. Yoldaşı xanımı da orada çalışırdı və
Elan olundu ki, sual-cavab etdilər falan filan və işim təsdiqləndi. Amma mən demişdim axı ki, ofis proqramlarını falan bilirəm. Gəldim, girdim tez YouTube-da falan, internetdə araşdırdım. Nə necə yazılmalıdır, özümə lazım olanlar, sənəd necə çap olunur ki, səhərsi gün işə gedəndə ən azından adi şeylər soruşsalar bilim. Və həmin ofisdə necə idi? Belə bir koridor idi, girdin. O koridorda resepsiyon əyləşirdi. Sağ tərəfdə çox gözəl bir otaq var idi. O otağın da qapısı hər zaman açıq olurdu, işıqları da yanırdı, amma içərisində heç kim olmurdu. Otağın dizaynı falan çox gözəl idi. Başda isə rəhbərliyin otağı idi, yoldaşı ilə. Mən sual verdim ki, bəs mən harada əyləşəcəm? Ofisdə 2 otaqlı ofis idi. Dedilər ki, hələ ki yerimiz yoxdur, mən ora ofis meneceri olaraq düzəlmişdim. Və gəl sənə bir stul verək, bir dənə də notebook verək. Notebooku qoyarsan dizimin üstündə, əyləşərsən koridorda və koridordan işlərini görərsən. Özümü belə biraz həm qəribə hiss elədim ki, necə koridorda oturacağım, işləyəcəm falan filan, amma düşündüm ki, yenə mənim üçün təcrübə olacaq da. Amma gözüm də o otağı tutub da. Elə alınırdı ki, rəhbərlik falan gec gələndə arada bir girirdim o otağa, belə gizli şəkil falan çəkdirirdim o otaqda. Dedim ki, bu otaq nə vaxtsa mənim olacaq da. Elə bilmirəm kimindir. Çünki orada boş görmüşəm hər zaman. Sonra da məlum oldu ki, o otaq şirkətin hüquqşünasının otağı idi və xanım ali məhkəmədə işlədiyindən şirkətə çox az gəlirdi. Problem olduğu hallarda gəlirdi. Gözüm tutmuşdu da o otağı. Mən isə koridorda, düz o otağın dibində, koridor tərəfdə notebooku qoyurdum dizimin üstündə. Universitet təzə bitirmişəm, sıfır təcrübə nə verilirdi, kiçik işlər, onları görməyə çalışırdım. Elə oldu ki, bir gün rəhbərlik məni dəvət etdi. Otağına bir vacib sənədlər var idi, o sənədi harasa göndərməli idim. Mənə dedi ki, o sənədi götür yerləşdir fayla. Mən də sənəddir də, fayldır, yerləşdirdim içinə, baxdı belə, xanım düz yerləşdirin. İlk dəfədir belə irad tutulur mənə işimdə, yəni sənəddir, fayldır, bunu başqa cür necə yerləşdirə bilərəm. Adam mənə başı saldı ki, bəs sənəd oxunaqlı vəziyyətdə düz yerləşdirilməli idi. O irad hələ də mənim belə baxanda böyük irad deyil idi, amma bu günə qədər üstündən illər keçib, hələ də yadımdadır ki, kiçik bir şey olsa belə diqqətlə görmək lazım idi. İllər keçdi, mən o şirkətə ofis meneceri olaraq düzəldim və düzəldiyim halda illər keçdikdən sonra mən o şirkətdən icraçı direktor olaraq ayrıldım. Və həmin o gözüm tutduğu otaqda da elə oldu ki, hüquqşünas Azərbaycandan xaricə köçəsi oldu və artıq şirkətdə müəyyən pozisyonlar dəyişdi, işçi heyəti artdı, mənim vəzifəm, işim artdı və mənə dedilər ki, o otağı bəyənmisən və keçəkləş, o otaq sənindir, o kreslo sənindir və artıq rəhbər heyətinin tərkibindəsən. Bu proses baş verdi 3 il ərzində. Yəni 3 il ərzində mən o şirkətdə bütün yükün altına demək olar ki, girdim və özümü təsdiqləmək üçün və oradan da çox şey öyrəndim. O təsisçiyə də, o rəhbərliyə də buradan təşəkkürümü bildirirəm ki, mənə o kiçik iraddan tutmuş, verdiyi etimada görə mən özümü orada təsdiqləyə bildim. Daha sonra oradan ayrılası oldum və ailəvi məsələlərdən dolayı köçdüm Qubaya. Və işimdə fasilə oldu, amma içimdə belə bir boşluq var idi ki, yəni mən işləmirəm, öz pulumu qazanmıram. Ailə həyatı qurdum və köçdük Qubaya. Qubaya köçəndə mənim yoldaşım hərbiçidir. Qubaya köçəndə o gedirdi təlimlərə, günlərlə evdə olmurdu. Mən də heç vaxt Bakıdan kənarda qalmayan bir şəxs mənim üçün çox çətin oldu. Həm də fikirləşdim ki, yoldaşıma necə dəstək ola bilərəm. Mən əl işlərini çox sevirəm, özüm müəyyən aksesuarlar falan düzəldirdim. Düşündüm ki, yoldaşıma da bir köməkliyim dəyər və Bakıdan valideynlərimə xahiş elədim ki, orada mənim əl işlərimi hazırlamam üçün müəyyən aksesuarlar olur və onları mənə göndərəsiniz. Onlar məni ona göndərdilər və mən başladım müəyyən xanımlar üçün aksesuarlar falan hazırlamağa, amma orada satacaq yerim yox, heç kim məni tanımır, indiki kimi səhifəm falan yox.
Elə alındı ki, çıxdım evdən və orada Qubada mərkəz tərəfdə salonlar var idi. Biraz da çəkinirdim, biraz da utancaqlıq var idi. Üzümə belə maska taxırdım, onları yığırdım bir paketə, salonlara təklif eləyirdim ki, məndə filan aksesuarlar var, bəs istəyərsinizmi? Məsəl üçün onları satırdım, birini 3 manata, 4 manata yığırdım, evə nəsə eləyirdim, yəni özümdə bir köməklik eləyirdim ailəm üçün. O da mənim üçün çox gözəl bir təcrübə oldu. Və daha sonra elə oldu ki, gəldik Bakıya. Bakıya gələndə yenidən iş axtarışında oldum. Mən düzəldim ixtisasımla yenə əlaqəsiz olan bir şirkətə. Orada düzələndə elan olundu ki, tamam əvvəlki işimdən heç bir əlaqəsi olmayan bir şirkət idi və orada da işi bilən 2 xanım var idi. Mən getdiyim gün o 2 xanımın biri məzuniyyət günü başlayırdı, biri isə ailəvi durumuna görə işdən ayrılmalı olurdu və mənə artıq işi öyrədəcək heç kim qalmamışdı. Rəhbərlik də məni artıq işə qəbul etmişdi və mən kimdən işi öyrənəcəm, necə öyrənəcəm deyə bilmirdim və telefonlara da cavab verən olmurdu. Xanım məzuniyyətdədir, o birisi ayrılıbdı. Və həmin şirkətin də nəzdində 2 şirkət eyni ofisdən idarə olunurdu. Orada ofis meneceri olaraq düzəldim işə. Təsəvvür edin ki, o sahədə sıfır təcrübə var və məndən durmadan iş telefonuna zənglər gəlir, kimsə məlumat öyrənməyə çalışır. 3 gün ərzində mən o hər 2 şirkətin işini tamamilə çözmüş oldum və artıq qarşıma 10 sənəd gəlirdisə, artıq bu sənəd yüzlərlə və daha artığı oldu. Ofis meneceri olaraq orada da düzəldiyim işə, o şirkətin birinə direktor vəzifəsinə təyin olundum. Digərində isə icraçı direktor olaraq çalışmağa başladım və həmin şirkətdə çalışa-çalışa bizə başqa şirkətlərdən qonaqlar gəlirdi və orada artıq 3 ilimi tamamlamışdım. Günlərin bir günü bir zəng gəldi mənə, amma o şirkətdə direktor vəzifəsində idim. Bir zəng gəldi mənə və bildirdilər ki, bəs Ayşə xanım, filan şirkətdənik və sizin şirkətə gələndə siz gördük ki, bu işi falan bacarırsınız, bəs gəlib bizim qızlara bir təlim keçəsiz. Rəhbərlik də çox biraz, necə deyim, görünüşcə sərt birinə oxşuyurdu, çox belə hər kəslə ünsiyyət qurmağı sevməyən bir şəxsi və özü mənə zəng etmişdi. Mən biraz fikrə getdim ki, bu adam mənə zəng eləyir falan filan. Getdim səhərsi gün onların ofisinə və onların xanımlarla bağlı nə çətinliyi varsa işlərində hamısına yardımcı oldum. Məsələni çözdük və artıq saat 6 tamam idi. Oradan çıxmağa çalışanda qonaq getdiyim şirkətin rəhbəri çağırdı məni öz otağına və digər xanımları da dəvət etdi. Bildirdi ki, Asiyə xanım sizə məsələni tam izah etdi. Bildirdilər ki, bəli, artıq heç bir problem qalmadı. Halbuki o məsələnin üstündə onlar 3 ay idi ki, problem yaşayırdılar və həmin o bəy bildirdi ki, filan şirkəti rəhbərliyi və deyərsən ki, sən artıq oranın işçisi deyilsən. Mən onunla danışacağam və səni dəvət edirəm bu şirkətə və sözümün üstünə söz deyilməsini istəmirəm, xoşlamıram. Orada əmək müqavilə və xitam verilir və filan vaxtdan başda bizdə bu şirkətdə orada işlədiyim şirkətin daha böyüyü idi, daha geniş kollektivə sahibi idi və bu mənim üçün uğur idi. Düşünürdüm ki, daha böyük kollektivdə çalışacağam, böyük işlərə imza atacağam və o şirkətdə 3 şirkətin birləşməsi idi. 3 şirkət eyni ofisdən idarə olunurdu. Həm də o tərəfi də qoyub çıxa bilməzdim, çünki orada illərimi vermişdim. Rəhbərliyə belə qorxa-qorxa zəng etdim ki, bəs mənə belə bir iş təklifi olunub. O dedi ki, nə gözəl, həm bizdə çalışarsan, həm orada çalışarsan və bir ay keçdi, artıq mən 5 şirkətin yükünü daşıdım. Hər birində də icraçı direktor, yəni rəhbər heyət olaraq çalışdım və bir də gördüm ki, qarşımda 5 vizitka var və hamısında Ayşə Abbaszadə direktor, Ayşə Abbaszadə icraçı direktor və o vizitkalara baxa-baxa mənim o koridorda, stulda oturub dizimdə notebook işlədiyim günlərim yadıma düşdü və dedim, nə yaxşı ki, mən məhz o stulda oturub iş həyatına qatılmışam. Daha sonra
biraz artıq ailəvi məsələlərə görə çətinlik çəkirdim və mən Türkiyədən gəlirdim. İş yerim Nərimanovdaydı və üzr istəyirəm, övlad sahibi olacaqdım və mənim üçün o yolu gedib gəlmək özü bir çətin idi və Türkiyədən o zamanlar avtomobilim yox idi. Təbii ki, əlimdə notebook və ağır çanta. 4 avtobus dəyişib işə gəlirdim, 4 avtobus dəyişib evə gedirdim və mənim evdən çıxıb işə gəlməyim 2 saat yarım çəkirdi. 2 saat yarım mən evdən çıxıb iş yerimə gəlirdim piyada şəkildə və təəssüf olsun ki, həmin vaxtda da kimsə nəqliyyatda yer vermirdi əyləşməyə, yəni çox çətin idi, yəni gedib gəlmək. Elə alındı ki, artıq 2023-cü ildən etibarən dedim ki, artıq bəsdir. Mən hər yeni ildə özüm üçün bir dəftər tuturam və gələn yeni ildə nə işlər görə bilərəm, özümdə qeyd edirəm. Mənim üçün həm motivasiya olur, həm də özümdə bir inad göstərirəm ki, özümdə bunları etməliyəm deyə, yəni öhdəlik götürürəm özüm üçün və ora 4 məqamı qeyd etdim. Maşın almaq, sürücülük vəsiqəsi almaq, iş yerini bərpa etmək, özüm üçün iş yerini hazır etmək. Bunların hamısını etmək mənim üçün asan gəlirdi, ta ki iş yerini özüm üçün quramağa qədər. Çünki mən 2017-ci ildə tələbəliyimi bitirəndən sonra kurslarda işlədim, o şirkətə düzəldim, amma freelans olaraq da çalışırdım. Hər zaman tələbəlik illərimdə iş qadınlarına belə həsədlə baxardım ki, filan kəs iş xanımıdır, filan kəs öz işi var, heç kimdən asılı deyil, heç kimdən işə görə icazə almır, işə gecikəndə boynu bükük vəziyyətdə şirkətə girmir, 9-6 rejimində ən əsası işləmir və düşünürdüm ki, bu adam gör nə qədər çaba göstərib ki, bu qədər riskə gedib ki, öz işini qurubdur. Həmişə mənə maraqlı gəlirdi və 2019-cu ildə belə deyək, bir addım atdım özlüyümdə və düşündüm ki, bacara bilərəm. Bir şirkət yaratdım. O zamanlar Ice Medical adında. Və bu şirkət həqiqətən də Bakıda müəyyən səs-küy doğurmağa başladı. Çünki o zamanlar gənc idi, çox gənc idim və bu şirkətin fəaliyyəti ondan ibarət idi ki, sırf xaricdən həkimləri Azərbaycana dəvət edirdim və onların burada seminarlarını təşkil edirdim, onlara burada müəyyən tibbi layihələr hazırlayırdım, müəyyən seminarlar keçirdirdik. Və bu səs-küy yaratmışdım müəyyən, hətta ölkəli Türkiyədə, Almaniyada, amma pandemiya ərəfəsinin düşdüyündən artıq mən bu məsələyə xitam verməli oldum və çox pis qırılmışdım. Çünki artıq pandemiya təbii ki, hər kəsə müəyyən təsir göstərmişdi. Pis qırılmışdım ki, niyə belə oldu falan filan. İllər keçdi, bu işlərdə də işlədim. Sanki o vəziyyətdən çıxmış oldum və özümdə daha da güc tapdım. Çünki bu işlərdə o qədər heç kimin eləmədiyi müəyyən işləri görməyə başladım. Heç kimin bacarmadığını bacarmışdım. Müəyyən işlərə imza atmışdım və artıq özümdə o gücü hiss edirdim. Və artıq 2023-cü ildən etibarən Aspermed As Consulting şirkətini yenidən yaratdım, Ice Medical nəzdində və düşünürdüm ki, sıfırdan başlayayım yenə də. Çünki mən özlüyümdə söz vermişdim ki, mən 30 yaşımda artıq öz işimin sahibi olacağam. 28 yaşımda bu qərarı verdim. Düşündüm ki, mən özümə söz vermişəm. 30 yaşıma da 2 il qalıbdı, bacararam. Və elə alındı ki, mən açdım şirkəti və şirkəti aça-aça da o iş yerində işləyirdim. Düşünürdüm ki, bizim şirkət xarici vətəndaşlara daha çox xidmət göstərir. Onların burada hüquqi yardımlarıdır, müəyyən icazələrdir, oturum icazəsi, iş izinləri, şirkət açmaqları, hər bir şey bizim şirkət tərəfindən qarşılanır və düşünürdüm ki, mən necə tapacam
müştəri bazasını necə toplayacam və elə bunu düşünə-düşünə həmin şirkətdə işləyirdim. İşdən çıxmama az qalırdı, saat 6 tamam idi və elə oldu ki, həmin şirkətə 2 nəfər xarici vətəndaş qonaq gəldi və müəyyən iclaslara girdilər. O adamlardan biri məni tanıdı. Siz Ayşə xanımsınız, biz sizi tanıyırıq, falan vaxtı falan yerdə görüşmüşük, indi nə iş görürsünüz? Dedim, indi də o işi davam etdirirəm. Nə gözəl, mən sizi axtarırdım ki, bəs Bakıya gəlim, bizə bir 20 nəfər komanda gələcək və onların işini görmək üçün bir şirkət lazım idi ki, burada Azərbaycanda onların hüquqi tərəfdən bütün yardımları olunsun. O zaman məndə xoşbəxti yox idi təbii ki. Çünki mən bir saat öncə müştəri bazasını necə yığacağımı düşünürdüm. Həmin adamla zəngləşdik və təbii ki, işlədiyim o 4 şirkətin 4-ünə də eyni vaxtda xitam ərizəmi göndərdim ki, məni bəs xitam eləyin. Təbii ki, onlar üçün də çətin oldu, mənim üçün də çətin oldu. Çünki illərimi vermişdim, əziyyətlərim var idi o şirkətdə, amma etməli idim artıq. Və elə oldu ki, artıq 2 ildir, 3 ildir biz işimizi daha da genişlətdirmişik. Bununla bağlı Türkiyə, Rusiya, İran, Almaniya, Slovakiya və s. digər bütün ölkələrlə də beynəlxalq əlaqələrimiz var. Qeyri-hökumət təşkilatlarla sıx əlaqələrimiz var və beləcə bazamızı genişləndirdik. Təbii ki, asan olmadı, müəyyən çətinliklərimiz də oldu, amma Allah bir yerdən qapı açır mütləq şəkildə. Bir söz var, Allah sənin ürəyinə o işi salırsa, demək ki, onun müştərisini hazırlayıbdır. Onun rusunu da hazırlayıbdır, onun müştərisini hazırlayıbdır, o sənin ürəyinə onu elə-belədən salmaz. Bu söz mənim ağlıma batmışdı və həqiqətən də nə yaxşı ki, mən ürəyimin sözünə qulaq asdım və Allahıma sonsuz təşəkkür edirəm ki, mənə bu gücü veribdir. Bizim şirkət olaraq Aspermid Consulting şirkəti adından da gördüyüm kimi konsultasiya işlərinə məşğuluq və bunu sırf xarici vətəndaşlar üçün eləyirik və burada da xarici şirkətlərdən əməkdaşlıqlarımız mövcuddur, hansı ki, həmin o xarici vətəndaşlar gəlir Azərbaycana və adamların burada müəyyən sənədlərdə çatışmamazlıqları olur. Məsələn, oturum izinləri, iş izinləri və yaxud da hansısa bir xarici vətəndaş gəlir Azərbaycanda iş qurmaq istəyir. Biz onlara hüquqi tərəfdən buna köməklik göstəririk və yaxud da turların təşkilidir, xarici qonaqlarının turların idarə olunması, bu kimi bütün xidmətlərimizi göstəririk. Belə bir nüansı da danışım sizə. Mən həmin o şirkətlərin birində çalışanda mənə bir köməkçi xanım lazım idi və çoxlu CV-lər gəlirdi, zənglər gəlirdi. Hər kəs də rəsmi danışır, rəsmi maillər göndərirlər, işə dəvət olunmaqla bağlı. Bir xanım zəng elədi. Adi zənglə zəng eləyib. Salam, iş görüşməsinə görə zəng eləyirəm. Dedim ki, buyurun və danışığından hiss olunurdu ki, xanımda heç bir təcrübə yoxdur. Normalda gördüklərimə əsasən o zəngin qarşılığında kimsə onu dəvət etməzdi deyə düşünürəm. Amma mən şans vermək istədim. O xanıma özüm location, konum göndərdim, özüm dəvət etdim ofisə və bildirdim ki, heç kim görüşməsin, o xanımla özüm görüşəcəm. Xanım gəldi ofisə, çox qorxaq, çox ürkək bir vəziyyətdə gəldi otağa və xanım əyləşdi, sual verdim, yaşı falan, yəni yetərincə də 30 yaşı var idi və heç yerdə çalışmamışdı. Sual verdim, falan şeyləri bilirikmi, bilmir, heç nə, təcrübə, bilik sıfır. Bir tək onu dedi ki, mənim övladım var və mən yoldaşımdan ayrılmışam və bilmirəm ki, övladımı necə saxlayım. Bu söz mənə çox təsir elədi və bildirdi ki, mənim məsələn yoldaşım atamla, anamla mağazinə gedir və övladımın istədiklərini atam, anam alır onun üçün. Mənim gəlir yerim yox, mən övladıma bir ana kimi heç nə ala bilmirəm. Mən övladıma ayda bir 100 manatlıq da nəsə alsam, o mənim üçün kifayətdir. Mənə 100 manat maaş verin, amma mən bilim ki, övladıma 100 manatlıq nəsə alacam. Bizim də müəyyən işə götürməklə bağlı kriteriyalarımız var idi. Dil biliyi olsun, filan şeyləri bilsin və mən yığdım xanıma ki, bizim elanı silin artıq, mən işçi tapmışam.
Dedilər, kimdir? Dedim, bəs bir xanım tapmışam, hər şeyi də bilir, amma halbuki heç nə bilmirdi. Və xanıma dedim ki, sənə kim nə soruşsa, işlə bağlı, sənə kim nə tapşırıq versə, gəl mənim otağımda, mən sənin üçün eləyəcəm, onu öyrədəcəm sənə və sən get, onu özün etmiş kimi göstər, təqdim elə. Təsəvvür edin, o xanım hönkürtü ilə ağladı o otaqda və o qədər dualar elədi ki, siz mənim həyatımı xilas etdiniz. Mən o əzabdan, istirabdan, o fikirlərdən çıxdım. Və evə girəndə bir ana kimi oğlumla rahat mağazinə də gedəcəm. Artıq o şeyləri düşünməyə başladı və elan olundu ki, o xanıma kurslar təşkil etdik, müəyyən proqramları da öyrətdik və xanım hal-hazırda orada rəsmi şəkildə işinə hələ də davam edir və demişəm ki, mən buradan çıxmış olsam belə o xanıma heç kim toxunmasın. Sözümü nəyə gətirirəm? Təhsil hamı üçün vacibdir, amma ilkin növbədə qadınlar üçün çox-çox vacibdir. Qadın öz pulunu qazanmalıdır. Ata da bir yerə qədər gözəldir, atanın pulu da bir yerə qədər gözəldir, yoldaşın pulu da bir yerə qədər gözəldir. Amma öz pulu xərcləmək, öz pulu qazanmağın verdiyi o güvən heç bir şeylə ölçülməz. Qadınlar mütləq şəkildə təhsil də almalıdırlar, işləməlidirlər. Çünki heç kimə güvən yoxdur. Heç kimə, məsələn, valideynlər də bir yerə qədər yaşayırlar, köməklik eləyirlər. Yoldaş da bir yerə qədər gücü çatanı edəcək. Amma ailəyə qatqı məsələsində də, öz pulunu xərcləmək məsələsində də qadın mütləq şəkildə öz pulunu qazanmalıdır. Öz ayaqları üstündə dayanmalıdır. Təhsilini, biliyini, təcrübəsini mütləq şəkildə artırmalıdır. Yəni, bunu bilirəm, çətin ola bilər, müəyyən çərçivələrlə rastlaşırlar, ya yoldaşı qadağa qoyur, ya atası, valideynləri qadağa qoyur, amma mütləq şəkildə bir yol tapıb o çərçivəni qırmalıdırlar. Çünki nə olacağı, həyatın qarantisi yoxdur. Heç cür qaranti yoxdur ki, nə baş verə bilər. Və ən azından xanım elə bir iş görə bilər ki, məsələn, yoldaş işdən ayrıla bilər, xanım o dövrdə evi idarə edə bilər. Nə qədər müsbət bir haldır. Mütləq şəkildə qadınların işləməyinin tərəfdarıyam və bu neçə illik təcrübəmdə də mənim bu dəqiqə ofisimdə də demək olar ki, bütün işçi heyətim xanımlardır. Bacardığım, bəylər məndən inciməsin, bacardığım qədər xanımları öz kollektivimə dəvət etmişəm. Onlarla bir yerdə çiyin-çiyinə işlərin ötəsindən gəlirik. Ümumiyyətlə, maaş 9-6 rejimində işləyərək ay sonu mən 1000 manat, lap olsun 2000 manat maaş alacağım və bununla həyatımı quracağım, bununla həyatımı dəyişəcəm deyə bir dünya ola bilməz. Sən o maaşla ancaq günlük problemləri həll edə bilərsən. Bugün maaş aldın və ay içində müəyyən öhdəlikləri yerinə yetirdin və ay sonuna həmən puluvu çatdırdın ki, növbəti maaşın vaxtı çatsın. Bununla heç kim, reallığı danışsaq, heç kim irəli gedə bilməz. Mənim ilk iş yerimdə təşkiçinin bir gözəl sözü var idi. O bir dəfə saat 7 tamam idi. Mənə işlə bağlı bir vacib zəng etdi və mən bildirdim ki, qeyri-iş vaxtında siz məni niyə narahat edirsiniz və o sənət həqiqətən də çox vacib idi, getməli idi. Bildirdi ki, səndən heç vaxt rəhbər olmaz. O söz mənə çox pis təsir etdi. Dedim, niyə? Dedi, 9-6 rejimdə işləyən şəxs heç vaxt rəhbər ola bilməz. Heç vaxt öz işinin sahibi ola bilməz. Çünki o insan daima çərçivədə olacaq. Rəhbər o insandır ki, gecə 4-də də mesajı cavab versin, səhər 7-də də cavab versin, axşam 8-də də cavab versin və mən artıq üstündən 10 ilə yaxın vaxt keçir və mən o sözün mənasını bu günlərdə anlayıram. Mənə məsəl üçün meylimə dünyanın o biri tərəfindən də yazanlar olur. Halbuki o tərəfdə gün orta olanda bizdə gecə olur və mən gecə 4-5 olmasına rəğmən o müştərilərə, o xarici vətəndaşlara müəyyən məlumatları vermək üçün o saat olsa belə yazışıb məlumatlarımı verirəm.
və bunu maaşlı və 9-6 rejimində işləyən düşünürəm ki, az şəxs edə bilər. Çünki onlar səhər yenə oyanacaqlar, işə tələsəcəklər və kim üçünsə efor sərf eləyəcəklər, enerji sərf eləyəcəklər ki, həmin adamın işini yürütsünlər. Və burada özlərinə ayıracaq heç bir vaxt qalmır. Bütün çünki enerjilərini həmin o rəhbər kimdirsə, həmin o şəxs kimdirsə, ona şirkətin böyütməsi üçün, onun işlərinin getməsi üçün yardım edirlər və onun qarşılığında məvacib alırlar. Burada özünə ayıracaq heç bir vaxt qalmır, özünün gələcəyi üçün, öz işlərini qurması üçün heç bir vaxt qalmır, enerji qalmır və bundan bağlı çox məqamlar var. Məsələn, düşünürlər ki, işdən sonra filan öz işimi görərəm. O mümkün deyil. Mümkün olsa belə 1 ay, 2 ay, amma yenə səhərsi günü, çünki insan bir yerdə artıq yorulur, bir yerdə tükənir. Amma sən durub səhər evindən çıxıb rahat minirsən avtomobilə və gedirsən öz şirkəti və harda qaldın deyən yox, niyə gecikdin deyən yox, işdən icazə alacam, kimdənsə icazə alacam, filan sənədi gətir, bu kimi məqamlar yox və ən əsası bir məqamı da nəzərinizə çatdırım ki, bəzi nüanslar ola bilər ki, bəli, 9-6 rejimində həmin şəxs müəyyən nələrsə nail ola bilər. Bu təbii ki, şirkətdən oğurluq ola bilər, açıq danışsaq və yaxud da qeyri-legal işdən kənar müəyyən işlər görülsə, hə, bunlar nəyəsə nail ola bilər. Amma vicdanla təmiz şəkildə 9-6 rejimində maaşlı bir əməkdaş heç nəyə sahib ola bilməz deyə düşünürəm. Mənə görə xanım zəif yox, zərif olmalıdır. Yəni, bacarmaram, edə bilmərəm deyən bir xanım mənim üçün gözümün düşmənidir deyərdim. Çünki xanım dediyin, demirəm, kişilər kimi güclü, ağır işlər görsünlər, xeyr. Amma mənəvi cəhətcə hər bir xanım o içindəki gücü kəşf etməlidir və o içindəki gücü özü üçün istifadə etməlidir, yaxşı mənada. Asana qaçmaq lazım deyil. Asanı hamı edə bilər, amma əsas məsələ mümkünsüz olanı etməkdir. Və bundan bağlı da xanımlarla tez-tez görüşürəm. Tanımadığım, bilmədiyim xanımlar müraciət edirlər. Mən yəni onların suallarını dinləyirəm, həyat hekayələrini dinləyirəm və müəyyən vaxt təyin edirik. Onlar mənə suallarını verirlər, hansı mövzuda danışmaq istəyirlərsə və mən onlarla seminarlar keçirdirəm. Tələbə xanımlarımız olur, hansı ki, məsəl üçün Bakıya gəliblər, tələbədirlər və universiteti bitirdikdən sonra artıq nə edəcəklərini bilmirlər, necə təcrübə yığa bilərik, bu kimi onların qorxularını az da olsa aşağı salmağa çalışırım hər zaman. Eləcə də özgüvənsiz xanımlarımız olur, özünü gücsüz, zəif hesab edən xanımlarımız olur. Az da olsa onlara motivasiya verə bilmək üçün, az da olsa onlara öz gücünü onlara göstərmək üçün müəyyən vaxtımı onlara ayırmağa çalışıram ki, onlara ən azından belə dəstək olum və bu dəstəyimin də müsbət tərəflərini çox görürəm. O qədər gözəl zənglər, mesajlar, təşəkkür mesajları alıram ki, həqiqətən bu mənim üçün çox böyük uğurdur. Sonda fərqi yoxdur, bu adam fəhlə işləyir və yaxud da ayda milyonları olan bir biznesmendir. Həmin şəxslərə kiçik də olsa bir sözümü deyərdim. Türklərdə bir video var, deyir, işini iyi yap, işini yaxşı gör. Hətta deyir, o vurduğum mismar, görünməz bir yerə vurursam belə, masanın altına vursam belə, onu o qədər gözəl vurmalısan ki, hamı soruşmalıdır ki, o mismarı ora kim vurub? Birinci növbədə işimiz bizim adımızdır. Və biz özümüzdən savayı bir neçə əməkdaşın, işçinin, kollektivin də məsuliyyətini daşıyırıq və onlar işə gələndə düşünməməlidirlər ki, ayda gör mən harada işləyirəm, gör desinlər ki, gör mən harada işləyirəm.
Ona görə rəhbərlərdən çox şey asılıdır. Rəhbərlər biraz güzəştə getməyi bacarmalıdır. İşə 10 dəqiqə, 15 dəqiqə gec gəlmək dünyanın sonu deyil. Körpəsi olan xanımlara güzəşt olunmalıdır. Bir saat yarım onları tez işdən icazə versək dünya dağılmaz, şirkətimiz batmaz. Bu kimi xırda nüanslar əmin olun ki, o işçinin zəhməti ilə bizə geri dönəcək, yaxşı mənada. Sonda isə buradan hər kəsə bildirmək istəyirəm ki, ürəyinizdə nə arzunuz, nə niyyətiniz varsa, əgər Allah onu sizin ürəyinizə salıbsa, bilin ki, o yerinə yetəcək. Çünki Allah insanın ürəyinə heç nəyi elə belədən salmaz. O dağına baxır, qar verir. Əgər bu insanda bu potensialı görürsə, onun niyyəti onun ürəyinə salır. Sadəcə qalır səndən inadkarlıq etmək, əzm göstərmək, səbirli olmaq və arzunun, istəyinin arxasınca getmək. Heç kimə qulaq asmadan, heç kimi dinləmədən, ayağını da büdrəyəcək, yıxılacaqsan da, amma yenidən qalx. Və qalxanda da çalış heç kimin əlini tutmadan qalx, özün qalx. Səhərsi gün qoy kimsə sənə onu qaxınc etməsin ki, sən filan vaxt yıxıldın, mən gəldim sənə əl uzatdım. Özünüz qalxın, özümüz qalxaq və bu ölkəyə də qatqımız varsa nə xoş bizlərə. Sizə də uğurlar arzulayıram. Çox gözəl təşəbbüsdür, çox gözəl addımdır. Tanınmayan şəxsləri tanıdırsınız. Hər kəsdən nələrsə öyrənirik. İşinizdə uğurlar arzulayıram. Siz də çox bacarıqlısınız. Əziyyətiniz heç zaman yerdə qalmasın inşallah.